Dişlərinizi bəyazlaşdırın və diş daşlarından cəmi 2 dəqiqə ev şəraitində bu indi deyəcəyim 4 ucuz ingrediyentlərlə qardaşımın dişlərini bəmbəyaz edəcəm. Bu qardaşımın dişlərinin indiki vəziyyətidir. Resept üçün 1 ədəd kömür tablet lazımdır aktivləşdirilmiş. Bunu toz halına çeviririk. Kömür artıq hazırdır. 1 çay qaşığının yarısı soda, biraz perikis əlavə edirik, yəni hidrojen. Biraz da diş pastası əlavə edirik. İndi bunların hamısını gözəl qarışdırırıq. Dişlərimi indi 2-3 dəqiqə ərzində İskəndər bununla fırçalayacaqsan. Bu arada daha çox belə faydalı videolar üçün like eləyin, aşağıdan kanalıma abunə olun, takib atın. Bu isə qardaşımın dişlərinin indiki vəziyyəti. Gördüyünüz kimi dəyişim var. Bu üsulla dişlərinizi həftədə 2-3 dəfədən çox fırçalamağı tövsiyə eləmirəm. Arıqlamaq istəsəz 1 aya 10-15 kilo WhatsApp nömrəmə mənə yazın. Zəmanət verirəm ki, acı qalmadan arıqlayacaqsınız. İskəndər qardaşımın səhifəsini aşağıdan qeyd eləmişəm. Food blogerdir, restoranları gedir, yoxlayır. Onun da səhifəsindən takib atın, aşağıdan keçid alın, videoları like eləyin. İskəndər qardaşımız sizlər üçün çalışır, mənim kimi. Allah sizləri qorusun.